İçki əlində gəlirdi bir adam, bir gördüm Peyğəmbəri şərab aparırdı. Vay dedim, ay Allah, nə olacaq? Bir Allah'a çağırdım, Allah möcüzə elədi deyir. Dedi əlindəki nədir? Dedim ki, süddü mü dedim, baldı mı dedim, yadından çıxır. Qorxumdan da utandım. Dedi ver ondan bir baxım. Götürdü, gördüm ki Allah ki Quranda deyir pisliyi yaxşılığa çevirərəm, Quranda ayə var. Deyir Allah mənim abrımı bu şəkildə korudu. Bir gördüm öyle doğrudan da çevrildi, bu dəyişib. Bir nəfər də içkili vəziyyətdə idim. İmamı gördüm, yolumu dəyişdim. İmam gəldi, yəni haqq getdim, gəldi mənə dedi ki, nə halda da olsuz bizdən qaçmayın. Nə olursunuz olun bizdən qaçmayın. Bizə tərəf gəlin, eyb yox. Bir dəfə deyib birini yerdən götürüb, o sərxoş adamlar olar, uzanıb yatar küçədə. Beləsin bir uzanıb, hansı imam idi yadımdan çıxıb, yaşlaşıram, yaddaşım da zəifləyir. Bilirdim hansı imamdır, fərqi nədir? Hamısı bir nurdur. Deyir, görürlər, götürür onu yerdən, qaldırır, aparmağa. İmam. Bilirlər ki, sən bu sərxoş adamı falan, deyir ki, bizi sevən adamlar qiymətli bir daş kimidir. Düzdür, yerə düşüb, toza batır. Amma tozunu təmizləmək lazım. O demək pis adamdır, cövhəri təmizdir. Nəsə səhv eləyib, xəta eləyib.